sakinlərdən soruşduq ki, burada belə bir ərazi var. Karoçidə həmişə yemək verdiyimiz yerin girişi biraz soyudur, yağış olmuşdu. Girə bilmirdik. Başqa bir yol axtarırdıq. Razı başladı ki, ay bizi bu itlər qapır, nə yaxşı gəlmisiniz, hə gəlin aparın, siz Allah onları tez aparın. Biz aparmağa gəlməmişik, biz onları yemləməyə gəlmişik. Çünki burada yaşayanlar yemək vermir və bəlkə yəni yemək verməyi sınasaydı sizi qapmazdılar. Niyə məni qapmırlar? Mən hər dəfə bura gəldiyimdə gəlirlər mənimlə oynayırlar, sakit yeməklərini yeyirlər. Nəyə görə? Sizin ağlınıza qurban olum mən. Necə mədəni, mərfətli. Gözlürsən? Yatırlar. Gözünün sırasına gelin. Ay gel, tam burada yatırlar. Qapırlarmış buradaki insanları. Bu kadar yaşayış olan yerde valla ayıp değil yani ki itler bu kadar acıdır. Senin babası korum versin, kolum. Mənə heç vaxt belə şeylər mən görməmişəm. Heç vaxt belə şeylər mən yeməmişəm. Mən də səni çox istəyirəm. Mən.